ağa ilə qul gəlmişdi. İkisi də gəldi deyir, İmam Rızanı ziyarət elədi. İmam Rızanı ziyarət edəndən sonra keçdilər bir kənarda bir namaz qıldılar. Namaz qılanda deyir, hər ikisi getdi səcdəyə. Namaz bitəndən sonra, əməlləri bitəndən sonra, namaz qutarandan sonra ikisi də getdi səcdəyə. Ağa da başını səcdədən qaldırdı, o qul da başını qaldırdı. Ağa başını qaldıran kimi dedi ki, hələ İmam Rızanın hərəmində. Dedi ki, nəsə ürəyim istəyir səni azad edeyim. Bu da belə baxır ona, tutuldu da. Sonra dedi ki, inşallah azad da elədim, evləndirəcəm səni. Bu lap halıdır, işte, so qayıtdı ki, bəs bir dənə də bağ verəcəm sənə, bir bağ evi verərəm, bir bağ verərəm, həm yaşayarsan. Maşallah da hər şey həll eləyiblər. Deyir ki, bu deyəndə bu bir sağladı amma. O şəxs ağladı, o ikinci. Dedi, nə oldu xəyənə, neynədim ki sənə? Dedi, valla, hələ indiki səcdədə idim, üçünü də İmam Rızaya təvəssül elədim, üçünü də didim. Yəni, başımı qaldırdım, sən bunları tutun. Həqiqətən də bunu Şeyx Sadıq nəql edir. Təvəssülün bərəkətidir. Təvəssülün bərəkəti. Təvəssüldən cəmiyyəti uzaq salmaq, əhl-i beytdən uzaq salmaqdır. Təvəssüldən cəmiyyəti uzaq salmaq, ilahi mərhəmətdən, rəhmətdən uzaq salmaqdır.